Bugün 2 aprel Məlhəmə Hospitalda kombinə əməliyyat icra edirik. Həm qaraciyər rezeksiyası, metastaz səbəbilə, həm də lob anterior rezeksiya. Deməli, bu xəstə 48 yaşında qadın xəstədir. Daha əvvəl əməliyyat icra olunub, anterior rezeksiya icra olmuş bir xəstədir. İndi qaraciyəri sərbəstlədik. Bizə bu işdə əməliyyatı bərabər icra etdiyimiz uzman doktor Urfan Hümmətovla bərabər biz əməliyyatı tamamilə qaraciyəri sərbəstlədik. Bax, bura segment 8-in posteriorundadır. Normalda bu şəkildə olur qaraciyər. Gördüyümüz bu törəmə təxminən 8 santimlik bir törəmədir. Hal-hazırda döndüyümüz middle hepatik venadır, orta hepatik venasıdır. Bu isə bizim bir də Pringle manevrasına hazırlığımızı icra eləmişik. Buradan hepatoduodenal liqamanı döndük. Hal-hazırda isə bu sərhədlərdə rezeksiyamıza başlayacağıq. İndi isə rezeksiyaya başlamadan öncə sərhədlərimizə əmin olmaq üçün intraoperativ ultrasəs müayinəsi həyata keçirdik. Çünki bizim həm Pringle manevrası ilə arterial qanamanın qarşısını almaq üçün, həm də hepatik venanı dönməklə də venoz qanamanın qarşısını aldıq. İndi isə parenxima rezeksiyasına keçəcəyik. Qaraciyərdə böyük bir segment rezeksiyası olduğu üçün əvvəldən bəlirlədiyimiz segmentlərdə başqa bir böyük magistral damarın, dönəcəyimiz damarın olmadığını əmin olmamız lazımdır. Bunun üçün də bizə radyoloji uzmanımız, invaziv radioloq Elvin Cabbarlı bizə hal-hazırda göstərir intraoperativ ultrasəs müayinəsi ilə. Hal-hazırda orada gördüyümüz middle hepatik venadır, orta hepatik venadır. Bax, burada gördüyümüz, bu isə burada gəlib, bu döndüyümüz venaya təkamül edir ki, bu törəmənin içərisində həm arxa tərəfdən portal vena ilə çox yaxın qonşuluğu var, aşağı hissədən, törəmə budur. Vena cava ilə böyük bir yaxın qonşuluğu var. Törəmə özü də bax, bu gördüyümüz hissədə, orada görünür, yaxşı. Törəmə özü də bu qədər böyükdür. Aşağıdan vena cava ilə, bax, bu qədər gördüyümüz az bir sərhədi var. Yuxarıdan, içərisindən isə hepatik vena keçir. Yavaş-yavaş rezeksiyamıza başlayırıq. Hər kəsin əlinə sağlıq.